Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində yenə də ağ ev çıxdı satışa. 85.000 manata. 2 sot yarımın içərisindədir. Görürsünüz həyəti nə boydadır. Həyəti bir dənə baxın. Böyük geniş həyəti var. Niyə? Çünki torpağı 2 sot yarımdır. Fərdi yaşayışlı. Yəni bu evi alandan sonra kupça alıb qeydiyyata düşə biləcəyiniz bir evdir. Neçə kvadratdır bu? 110 kvadratı siz təsəvvür edin. Hələ altına baxın. Deməli, mərkəzi kanalizasiyası var. Bir dənə qoy ərazini təxminən deyim. Tərlan Şaldıq sarayı var ha. Tərlan Şaldıq sarayından elə bir 100 metr, 150 metr düşdürsə gəlib çıxacaqsınız bu evə. O qədər yola yaxındır, onu demək istəyirəm. İndi bilirsiniz də Tərlanın yanında da təzə avtobus marşrut açılıb, Bakıdan gəlməkdə rahat olur. Ümumiyyətlə, bax, nəyi demək istəyirəm. Evimizin bu bölümündən də yer var, arxasından da yer var. Çox hissəsini tam et eləyib, burada ağac əkmək üçün xüsusi yer saxlayıb. Qəşəng evdir, bitdi evdir həqiqətən. Bax, girirsiniz bura, gəldiniz bura, görürsünüz. Bütün otaqlara yol qoyub, yer qoyub keçməyə. Bir dənə aşağısına baxın, qoşadaş olmaları bax. Bütün buralar hamısı qoşadaşdır. Ara kəsmələri də qoşadaşdır, onu izah eləmək istəyirəm, görürsünüz. Həqiqətən yüksək keyfiyyətlə tikilib, atmaları da sıx-sıx atılıb. 85 bin manatdan hələ endirim eləyəcək ev sahibi özü. Hətta bura qədər radiator üçün yer qoyub. Yəni nəyə görə bu nəzərdə tutub ki, kimsə istəsə gələcəkdə burada mətbəx düzəldə bilər, otaq düzəldə bilər, nə istəsiz edə bilərsiniz. Necə daş kürsülü əsər? 12 daş kürsülüyə təsəvvür edin. 12 daş kürsülü nə deməkdir? Girdim göstərdim də Padvalın baxdınız birinci mərtəbəsində elə baş dəymirdi. İndi daxil oluruq evimizin içərisinə. Bax, gəlin bir dənə zəhmət olmasa sizə göstərim. Koridoruna. Çölü də ağdır, bunun içi də ağdır. Ona görə ağ ev deyirəm bu evə. Bax, koridoru da var. Görün nə qəşəng səliqə sahmanlı evdir. Böyük bir koridordur. Koridora uyğun qəşəng aboyları var, özünə məxsus xüsusi zövqlə seçilmiş aboyları. Bir dənə zala baxaq. Ay maşallah, qonaq otağına baxın. Qonaq otağı bax bu boyda olur. Görürsünüz? Zalı görürsünüz, nə boyda qonaq otağı. Pəncərəsini də açırsan birbaşa öz həyətinə baxır. Pəncərəsi də şəbəkə pəncərədir. Nə bilim 3 metr, 3 metr edir, nə qədər. Bax belə, bu qonaq otağıdır. Yeri qəşəng laminatdır, aboyları, spotları, işıqları yandırmadım. Yəni işıqlar yanında ümumiyyətlə belə zövqlü görsənir. Bir də qapıların bir dənə göstərin. Qapıya da baxın. Qapılarda bax belə qapılardır. Sonra mətbəxə baxaq. Ay maşallah, burada deyəsən balaca otaq yoxdur. Bax, bu mətbəxə bax. Mətbəxin yekəliyi görürsünüz. Yerinə də keramika vurub. Mebel arası da keramikadır. Özə bahalılardan da, bax, bunu bilənlər bilir. Hətta mətbəxə qədər TV-sten üçün yer qoyulur. Bu da mətbəxdir. İndi yataq otaqlarına baxaq. Bu bir yataq otağıdır. Bu bir yataq otağı. Görürsünüz, tünd rənglərdən istifadə olunmuyor. Hamısı açıq rənglərdəndir. Ona görə evə heç gecə də işığı yandırmasın, bura işıqlı görsənəcək. O dərəcədə işıqlı, nurlu evdir, nurlu. Bu da bir yataq otağı. Bu da bir yataq otağı. 3 otaqlı evdir, amma 110 kvadrat. Yəni bunu 4 otaq eləsək balaca olan. Bu sırf elə 3 otağa layiq olan bir kvadratdır. Bu da sanitar qovşağımız. Bu da sanitar qovşağımız. Deməli, də izah edirəm. Saray qəsəbəsində 2,5 sotda, yəni 2 sot yarımdan 3 otaqlı ev 110 kvadratlıq evdir. 85 min manata satışa çıxarıldı. Qiyməti gəlib özü ilə danışıb, razılaşıb, yuxarı aşağı eləyə bilərsiniz. Allah alanı da satanda xeyir görsün. Sağ olun.